lady bring Adam all the way over to their side wins. This reminds me of when we were kids. Salam olsun hər kəsə izləyicilər. Yenidən bu sayt haqqında mən məlumat verəcəm, Movo Short haqqında. Deməli, o biri hesabımdan mən çıxarış eləmişəm və bu hesabıma da pul yığıldığı kimi 5 manat olan kimi çıxarış edəcəm. 15% komissiyası olacaq. Hardasa 4 manat 70 qəpik bu civarda məbləğ kartımıza oturacaq. Və digər hesabımda mən sizə göstərəcəm. Hal-hazırda buradan bir dənə çıxış eləyim. Geri qayıdım. Deməli, baxın, çıxış eləmək üçün bu hissəyə profilinizdə şəkil bölməsi görünür, loqo yeri. Bura toxunursunuz, ən alta gəlirsiniz, deməli, çıxışı basırsınız, ok verirsiniz və növbəti hesabınıza daxil olursunuz. Və digər bu növbəti hesabımdan da ki, mən sizə göstərə bilərəm ki, çıxarış etmişəm. Hesab fakturası, burada gördüyünüz kimi 5 manat görünür, Withdraw Apply. Deməli, 6-cı ayın 18-i 17:39-da çıxarışdır. Çıxarışı basanda görə bilərsiniz ki, burada 5 manat məsələsi var. Mənim bank kartıma həqiqətən də ödəniş etdilər. Depozitim yoxdur, gördüyünüz kimi, xərc yoxdur, gəlir olaraq burada yığılıb. Burada təbii ki, sadəcə tapşırıqdan olmur. Baxın, mən onu da izah eləyəcəm sizə. Yatırımsız olaraq tam şəkildə necə qazanc əldə edəcəksiniz, hamısını sizə izah eləyəcəm. İlk öncə gəlin nə etməli olduğumuzu bilək. Bu bir dənə komanda bölməsini sizə göstərirəm. Komandadan faizlər gəlir. Bax, ümumi komanda. Bu gün komanda qazancı gördüyünüz kimi 1 qəpikdir. Bu komandanın az olduğuna görədir. Bu 6-nın yerinə 60 olsaydı, mən 15 qəpik günlük qazanardım. 600 olsaydı, artıq nə qədər qazana bilərdim? 1 manat 50 qəpik, yoxsa 15 manat eləyir. İndi özünüz hesablayarsınız. Komanda 1-də, level 1-də mən 5 nəfərim var, level 2-də 1 nəfərim var. Baxın, level 1-də 5 nəfərdən heç bir yatırım etməyiblər axı. Ona görə də 10% bir dəfəlik ödəniş vermir. Amma hər gün komandamın günlük 50 qəpik ki tapşırıq eləyir, o 50 qəpiyin 3%-i mənə gəlir. Bu da nə qədər eləyir? Burada görünür. 1 qəpik kimi hesablanır. Daha sonra mən sizə necə etməli olduğunuzu göstərəcəm. Siz baxın, bu platformanı bir sadəcə star paketlər bölməsi, yəni pulsuz plan olduğunu orada qeyd etsəniz daha yaxşıdır. Baxın, bu hissəni bir dənə çəkirsiniz, screen edirsiniz. Bir də ki, hesabınızı istəsəniz çəkə bilərsiniz. İstəsəniz bu ID hesab yerini buradan bağlaya da bilərsiniz. Yəni işarələyib orada, deməli, şəkili düzənlə bölməsi var da, şəkili redaktə et bölməsi var. Oradan tənzimləyib paylaşa bilərsiniz. 2 dənə şəkil. Sosial şəbəkələr hansılardır? TikTok, Instagram, Facebook. Hər birinin ekran qeydini götürürsünüz, menecer atırsınız. Menecer də hardadır? Amma baxın, təsdiqlənmək üçün istifadəçi adınızı buradan kopya pəncərəsi var. Toxunursunuz. Harda yazacaqsınızsa ID yazırsınız. 2 nöqtə qoyub həmin bu sizdə olan rəqəmi məndəki yox ha. Sizdə olan rəqəmi orada qrupda qeyd edirsiniz. Qrup hansıdır onu da göstərəcəm sizə. Ana menyudan buradan rəsmi qrup bölməsi var. Deməli, WhatsApp qrupu var. İlk öncə siz 1 manat mükafat almaq üçün nə etməlisiniz? WhatsApp kanalına qoşulmalısınız. Bu adi kanal, yazışma deyil. Yəni orada məlumatları sadəcə adminlər paylaşır. Amma WhatsApp müştəri xidməti sırf admin ilə əlaqədir. Online, bu hissəyə bir dənə sadəcə online sözün üzərinə toxunursunuz, sizi birbaşa yönləndirir WhatsApp-a. Həmin menecerin, yəni adminin hesabına yazışmaq üçün yönləndirir. Direktə yönləndirir, belə deyim. WhatsApp qrupu isə müzakirə qrupudur. Siz orada hər hansısa bir sualı verə bilərsiniz, sistem haqqında fikirlərinizi deyə bilərsiniz, orada yazışmaları bəyənə bilərsiniz, tağ eləyib kiməsə nəsə yazdığına
fikir bildirə bilərsiniz, yazdığına bir sual qoya bilərsiniz. Yəni normal bildiyimiz yazışmadır. Tez-tez verilən suallar bu adi məlumatlardır. Burada yəni heç kimlə əlaqə saxlamırıq. Belə izləyicilər, videonu bəyənib kanala abunə olmağı unutmayın. Növbəti qazanc videolarında görüşənə qədər uğurlar.